Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun İslami Dəyərlər verilişinin izləyiciləri. Zürarə İmam Sadiq əleyhissalamdan belə nəql edir. Elə bir insan yoxdur ki, yanında onun dilindən deyilənləri yazan iki mələk olmasın. Həmin iki mələk, həmin yazıları öz üstlərində olan digər iki mələyin yanına aparar, onlar da yaxşı və pis əməllərini yazıb qeyd edər. Qalanlarından isə vaz keçərlər. Əl-Müminin və Zuhud Səhvə 136, hədis 146. Gecənin bu vaxtında yenə də sizlərlə görüşə gəldik. Gəldik ki, yeni bir mövzuların müzakirəsinə başlayaq. Mövzumuz namazın əhəmiyyətidir. Namaz haqqında əvvəlki verilişlərimizdə müəyyən toxunuşlar olmuşdu və hər kəs öz yanaşma tərzi ilə namaz haqqında müəyyən məlumatları vermişdi. Bugün isə namazın əhəmiyyətini isə biz İslam maarifçisi Kəmalə xanım Mahmudova ilə müzakirə edəcəyik. Xoş gördük Kəmalə xanım. Sizləri də xoş gördük Salə xanım. Allahın salamı, rəhmətə, bərəkət olsun sizlərə və sizin simanızda cümlə Allah sevən insanlara. Bəli. Kəmalə xanım, mövzunu artıq dedik. Namazın əhəmiyyətidir. Namazın əhəmiyyəti barəsində danışılacaqsa, ilkin olaraq namazı irfani baxışla baxaq. Məsələn, namaz necə olmalıdır? Buyurun, sizi dinləyirik. Namaz insanı Allaha yetişdirən bir vasitədir. Düzdür, bir vacibatdır. Pərverdigarı onu insana vacib buyurdu. Amma nədən vacib buyurdu? Uca Allahımız insana bir çox boynunda mükəlləf olan vəzifələr qoyub. Və hər bir vəzifənin də özünün bir hədəfi var. Və ilkin olaraq ondan soruşacağı olan əməl olan namazın da özünün hədəfi var. Hədəf nədir namazda? Namaz qılmaqda hədəf nədir? İnsanı Allaha yaxınlaşdırmaq və onu yaradan, nemətlər verən Allahın böyüklüyünü canı ilə, ruhu ilə dərk eləyib, qabağında təzim eləmək. Əqli cəhətdən dərk eləyib və onun qabağında təzim eləmək. Namaz iki hissədən ibarətdir. Bir cismi cəhətdən, yəni namazın vacibatlarıdır. Bu şəri məsələdir. İslam ehkamında namazın hansı şəkildə qılınacağı barədə məlumatlar var. Bir də namazın mənəvi hissəsi var ki, bu mənəvi hissə olmasa, o şəri cəhətdən olan hissənin də etməyin bir əhəmiyyəti qalmır. Yalnız insana bir əziyyət olur. Yəni, belə deyə, qısa deyə, insanın əyilib qalxmağından başqa bir şey olmur. Necə ki, oruç haqqında ki, buyururlar ki, Allahın Rəsulu bir gün yol gəlir, görür bir neçə qadın oturub, başqaları haqqında danışır. Allahın Rəsulu onları qonaq çağırır evinə, yemək onlar üçün əmr edir, yemək gətirsinlər. Bu qadınlar deyir ki, ey Allahın Rəsulu, Allahın salamı, salat olsun ona, pak ailəsinə. Biz oruç tutmuşuq. Peyğəmbər salavatullah deyir, mən sizin ət yediyinizi görürəm. Yəni, şəri cəhətdən bunlar oruç tutub, amma mənəvi cəhətdən orucun hədəfinə yetişməyiblər. Eynən də namaz. Namazı şəri cəhətdən, ehkam cəhətdən düz eləyərsən. Amma mənəvi cəhətdən hal tapa bilmərsən, onun mənəviyyata oxutdura bilmərsən, ruhuya oxutdura bilmərsən, onda bu namazın heç bir əhəmiyyəti olmayacaq. Deməli, namazın əhəmiyyəti insanın ruhunu paklaşdırmaq, saflaşdırmaq, insana sən insansan sözünü dərk elətdirmək və insana onun içində olan təkəbbürünü öldürmək. Təkəbbür nədir? Böyük olmaq, böyüklükdir. Böyüklüyü özünü böyük kimi göstərmək. Təkəbbür yalnız Allaha xas olan bir şeydir. Və insan ki, namazda Allahu Əkbər deyir, Allah böyükdür deyir, onun qabağında təzim edir, özünün kiçikliyini həm cismən, həm ruhən də onu dərk eləyib, neynəməlidir? Büruzə verməlidir. Və namaz insanı seyri suluk yolunda, yəni Allaha tərəf gedən yolda, mənəvi yolda insanı qaldıran bir vasitədir. Bunu biz dedik.
Və bu vasitə necə olmalıdır? Hansı şəkildə olmalıdır? Şəri cəhəttinə toxunmuruq. Bizim mövzumuz, bugünkü söhbətimiz ki, neyniyək? Çalışaq ki, mənəvi cəhətdən, hədəfləndirək ki, mənəvi cəhətdən olsun. Pərverdigarımız namaz haqqında buyurub bəndələrinə ki, vəscud vəqtərib, səcdə et, mənə yaxınlaş. Həzrət Əli əleyhissalamdan hədis var, buyurur ki, bəndə səcdə halında, namaz qılarkən səcdə halında Allahın rəhmətinin ona nə qədər şamil olduğunu bilsəydi, başını heç vaxt səcdədən qaldırmazdı. Buna bənzər başqa hədislər də var ki, İmam Rıza əleyhissalamdan nəql olunub ki, nədir? Bəndə qul namaz halında namaz qılarkən bəndəyə Allahın rəhməti nazil olur. Və bu namazda o rəhməti bəndə hiss eləməsə, onu duyğulandırmasa, onun namazı namaz olmayacaq. Və namazın o şəklə gəlib çıxması üçün seyr-suluk yolunda, addımladığı yolda, o namazda Allahı ilə, Pərverdigarı ilə rabitə qurması üçün, onunla munis olması üçün ona qədər bir çox işləri görməlidir. Birinci, onun istiğfarı olmalıdır, günahlardan onu uzaqlaşdıran. İnsan da həyatda yaşayır, müəyyən səhvləri olur, xətaları olub, iman gətirmiş insandır. Amma şeytan ondan əl çəkmir. Əmmarə nəfsi oyanır, qalxır və əmmarə nəfsini öldürməli, ləvvaməsini qaldırmalıdır. Ləvvamə nəfsi nədir? Özünü qınayan nəfs. İman gətirən bəndənin ləvvamə nəfsi ayıq olmalıdır. Ki, o nəfs ki, onu nəfs mütməinnəyə qədər, əmin olan nəfsə qədər qalxsın. Və bəndə günahlardan çəkilib ki, nədir dedik ki, hədis var ki, həm Allahın Rəsulundan hədis var bu barədə, eyni zamanda Əhl-i Beyt imamlarımızdan da hədis var. O da səhv eləmirəmsə İmam Rıza əleyhissalamdan olmalıdır ki, namaz bir bulaqdır ki, gündə 5 dəfə bəndə girib çıxır ona. Deməli, bu namazda bəndə ruhunu təmizləyir, eləmi? O suyun özü, o bulağın özü gərək təmiz ola. Ora qədər neynəməlidir? Günahlardan çəkinməlidir. Günahlardan çəkinməsi üçün Allaha mərifəti olmalıdır. Allahın hər yerdə hazır və nazır olduğunu dərk eləməli və günahın bir od olduğunu başa düşməyib düşüb geri oturmalıdır. Bu onun təqvası olacaq. Həzrət Əli əleyhissalam birinə sual verir, deyir ki, Kabul Əhbar adında bir nəfərdən soruşur ki, siz heç ondan, həmən adam Həzrət Əli əleyhissalamdan təqva haqqında soruşur. Həzrət Əli əleyhissalam ona sual verir, buyurur, deyir ki, siz heç tikanlı çöldə getmişsiniz, deyir, getmişəm. Onda neynəmsin? Deyir ki, ətəklərimi qaldırmışam ki, tikanlar ətəyimə batmasın. Deyir, təqva da odur. Elə hərəkət eləməlisən ki, günahın tikanı sənə batmasın. Batanda ona neynəyəsən? Ağrıyasan, əziyyət çəkəsən. Ağrıyan da ruhun olacaq. Günah sənə batacaq, ruhun ağrıyacaq. Ruh, ağrıyan ruh, tikanlı ruh, sənin Allahınla munis olmağına mane olacaq. O ruh qalxmayacaq. Namaz halında o ruh qalxmalıdır. Bəndə namaz halında Allah ilə razı niyaz eləməyi bacarmalıdır. Buyururlar ki, deməli, namaz halında mələklər nazil olar, gələr insanın sağında, solunda dayanarlar, qulaq asarlar. Diqqətlə ki, görək bu bəndə nə inir, nə iş görür, nə danışır. Və burada bir haşiyə çıxım, deyirlər ki, ona görə də namaza gələndə gərək ətirlənib gələsən. Bir çox ağır qoxu verən, sarımsaqda, soğanda, bu cür qoxu verən qidaları yeyib namaza gəlmək olmaz. Bəyənilmir. Allahın Rəsulu bunlardan yeyib, yeməzdi və yeyib məscidə də gəlməzdi. Yəni, onun həyatında yoxdur ki, belə şeylərdən, belə qidalardan istifadə eləsin ki, daim Allah ilə razı niyazda olardı. Və o mələklər ki, gələr, bəndənin nə dediyinə qulaq asar və
namaz bitərkən o namazı qaldırarlar asmana. Günahsız bəndə o namazı qılarsa, Allahı ilə razı niyaz eləyərsə, ali şəkildə namazı qılıb qaldıracaqlar. O namaz qalxacaq Allahın dərgahında. Və bəndə səcdə halında ki, səcdəyə gedir, kiçikliyin ən böyük izharıdır. Allahın böyüklüyünün ən böyük izharı səcdə halındadır. Bəyənilir ki, bəndə namaz halında ağlasın. Rəbbi üçün ağlasın. Bəzən suallar verirlər ki, namazda ağlamağım gəlir. Görəsən ağlamaq olar, yoxsa yox, namazı batil edirəm ki, yox. Ən gözəl namaz odur ki, bəndə namazında kövrəlsin, ağlasın. Bu özü Allahın ona bir neməti də. Hələm namazda ağlamaq olmur. Həm namaz halında Allahın rəhməti nazil olur. Bir rəhmət də odur ki, bəndə Allahı ilə olan rabitəni tuta bilir. Xüsusi bir haldır. Ən yüksək namazdır. Kəmalə xanım, bir haşiyədə çıxmaq istərdim. Ümumiyyətlə siz vurğuladınız ki, namaz halında ağlamaq. Bu namaz halında ağlamaq dünyavi işlərə görəmi, yoxsa Allaha görə ağlamaq mı? Burada fərqi var. Buyurun sizə. Biz dedik ki, namaz halında Allaha görə ağlamaq namazın ən böyük halıdır, ən gözəl halıdır. Hər kəsə də qismət olmaz. Hər kəsə də qismət olmaz. Yəni, namazda hal tutan adamlara xüsusi rəhmət şamil olur. Amma dünyəvi hadisələrə görə, dünyada başına gələn işlərə görə, problemlərə və müşkillərə görə zülmə məruz qalmışsan, bunlar namaz halında olmaz. Bunları əgər namaz halında eləyirsənsə, deməli Allahla rabitə tuta bilməmsən. Dedik ki, namaz bəndənin Allahı ilə razı niyazıdır. Allahı ilə olan söhbətidir. Allah Əkbər deyirsən, təkbir deyib başlayırsan namaza, Allah Əkbər, bir ishar eləyirsən cisminlə, ruhunla, sanki bir hayqırır, bəndənin ruhu hayqırır ki, Allah böyükdür. Böyük olan Allahın qabağında başlayır Fatihə surəsinə keçməyə. Fatihə namazda əsasən Fatihə, İxlas oxunur, düzdür, digər surələr də oxunur, amma əsasən Fatihə surəsi. Fatihə hər iki rükətdə oxunur, eləmi? Fatihə surəsi nədir? Fatihə surəsi də bəndə ilə Allah arasında olan nədir? Bir söhbətdir. Burada həm qiyamət mövzusu var, həm dua var. Allaha itayətinin, Allaha həm sənanın izharı ilk cümlələrdə gedir. Və bunları deyib, başa düşə deməlidir buna insan. Və buradan deyir, Bismillahirrahmanirrahim, Elhamdülillah, Rabbil aləmin, həmd olsun aləmlərin Rəbbi olan Allah. Buradan da ağlayır. Bu ağlayırsa, onda deməli, yəni dünyada başına gələn hadisə, hələ bunun fikri qalıb orada, dünyada qalıb, kövrəlib ağlayır. Yəni bu olmaz. Bu namazı pozur. Çünki nədir? O namaz, deməli, namazda fikrin yayınırsa əgər, o bəndənin namazı qəbul olunmur. Hədislər var bu barədə. Ümumiyyətlə, Kəmalə xanım, vurğuladınız ki, rabitədə olduğunuz zaman Allahla, Allahın qarşısında səcdədə olduğunuz zaman Allah sənə hansı savabları verir, vurğuladınız. Bəzən insanın namazda fikirdə yayınır. Çox yayğınlıq olur. Sanki bütün işlərimizin hər bir görmək tərzi belə namaz əsnasında yada düşür. Nə bişirəcəksən, nə yeyəcəksən, hara gedəcəksən, hətta namaz əsnasında hara gedib gəldiyini belə planlaşdırırsan. Bu fikrin yayılması barəsində bəs namaz necə olur, aqibəti necə olur o namazın? Birinci, deməli, əgər birinci yaxınlaşmaq lazımdır, bəndənin fikri niyə namazda pozulur, niyə dünyaya qarışır? Çünki bəndənin Allahına olan mərifəti zəifdir. Mərifəti yoxdur. Mərifət yəni tanımaq, tanıya bilməyib. Hələ Allahını tanıya bilməyib. İndi deyəcəksiniz ki, əgər Allahını tanımırsa, onda niyə namaz qılır, necə olub iman gətirib? İndi burada müəyyən baxışlar var. Bəndənin imanından asılı olaraq Allaha olan mərifəti də dəyişir. İmanın mərhələsindən, dərəcəsindən asılı olaraq mərifət də dəyişir. Və buna uyğun şəkildə də namaz olur. Olar ki, günün məsələn 5 vaxt namazıdır, o namazın 3-ünü yaxşı qılar. 2-sini zəif qılar. Olar ki, birini ən yüksək halda qılar. Olar ki, 1 ay, 2 ay
2 həftə, 3 həftə namazda Allahla tam rabitə tuta bilməz. Olar ki, bu müddətin içində bircə dəfə, yaxud da bircə gün rabitə qura bilər. Bu nədən olur? O bəndə deməli dünyaya meyli var. Fikri hələ dünyadadır. Dünyadan ətəyini toplayıb hələ gəlməyib. Fikri dünyadadır. Və qoy sualınızın cavabını verim, sonra o söhbətə keçək ki, sualın cavabı izah olunsun. Əgər namazda bir neçə dəfə bəndənin fikri yayınırsa, namazı qəbul olunmur mənəvi cəhətdən. Bir dəfə pozular, yəni fikri yayınar, ruhu cəhətdən ayrılar namazdan, o bağışlanılır. Bir də qaydar öz halına, o da bağışlanırlar 3 dəfə. Artıq bu haldan o yana keçmir. Bu barədə hədislər də var. İmam Sadiq əleyhissalamdan hədis var ki, artıq 3 dəfə və yaxud da 4-cü dəfələrdə artıq nədir? Bəndənin fikri yayınarsa namazı qəbul olunmur. Bəs fikir yayılmamaq üçün nə etmək lazımdır? Rabitəni daha güclü etmək üçün nə etmək lazımdır? Namaza qədər olan halını qorumalısan. Dünya həyatındasa özünü Allahın huzurunda hazır və nazır bilməlisən. Allahı zikr eləməlisən. Zikr nə üçündür bəs? Düzdür, namazın özü də bir zikirdir. Amma bir zikir də var, namazdan kənar olan zikir. Və hər bir işdə Allahı zikr eləməlisən, çalışmalısan. Böyük ariflər var, deyirlər ki, duaları var, onların deyirlər ki, Allahım, sənsiz keçirdiyim hər bir anıma görə, sənin zikrindən ayrı keçirdiyim hər bir anıma görə səndən bağışlanmaq istəyirəm. Bu böyük ariflərin, böyük şəxsiyyətlərin halıdır. Amma biz sadə bəndələr heç olmasa müəyyən zamanlarda, yəni işlərdə Allahı düşünməliyik. Və gəlir dəstəmaz. Dəstəmaz bölümündə, dəstəmaz cismin paklanması vacib olan dəstəmaz ayəsində ki, vacib üzdür, qollardır və başda, ayaqda onlara məs çəkmək, yuyulması cismi cəhətdən təmizlik və eyni zamanda bu cismi cəhətdən təmizlik su ilə mənəvi cəhətdən ruhun pak olmasına təsir edir. Hədis var İmam Həsən əleyhissalamdan ki, dəstəmaz halında onun rəngi qaçardı. Artıq dəstəmaz halında o dərk edir ki, Allahın huzurunda neyniyəcək? Namaz qılxacaq. Hədis var ki, Ayşədən nəql olunub ki, Allahın Peyğəmbəri bizi ilə söhbət edirdi, birdən azan səsi gəldi. O sanki bizdən söhbət eləməz hala gəldi. Yəni ki, artıq azan səsi gəldi, Peyğəmbərin halı, ruhu uçdu. Allahu Əkbər sədaları gəldi ya. Peyğəmbər salavatullah ayrıldı dünyadan. Zaten onun ruhunun ruhu cismən müəyyən qədər bu dünyaya bağlı idi. Hər zaman Pərverdigarı ilə bağlı olan halda idi. Amma dünyada olan hadisələri yoluna qoymaq üçün insanlarla, cəmiyyətlə ünsiyyəti vardı. Amma bu ilə bərabər hər zaman Allah ilə deməli, razı niyazda olardı, Allah ilə rabitədə olardı. Amma namaz halı xüsusi haldır. Ümmü Sələmədən hədis var ki, rəvayət var ki, deyir ki, gecənin bir aləmi oyandım, gördüm Allahın Peyğəmbəri namaz halında ağlayır. Zar-zar ağlayır. Dedim ki, ey Allahın Rəsulu, hələ siz Peyğəmbərsiz bu cür ağlayırsınız, onda vay bizim halımıza. Allahın Peyğəmbəri o namaz halında Allahın böyüklüyünü, əzəmətini hansı halda görür ki, ağlayır. Əhl-i-Beyt imamlarımızdan, xanım Fatimə Zəhradan da bu barədə rəvayətlər var ki, onlar da namaz hallarında onların üzlərinin rəngi dəyişər, ayaqları titrəyərdi. Allahın, deməli, onlar məsum bəndələr idi. Peyğəmbər evinin nümayəndələri olublar, Peyğəmbər övladları olublar və Peyğəmbərin namazda keçirdiyi halları onlar da keçiriblər. Və onlar bizə bir nümunədir. Onlardan həyatlarından gələn rəvayətlər, hadisələr, eyni zamanda onların dilindən gələn hədislər ki, bu günümüzə nəql olunub, bizim kimi günahkar bəndələrə namazımızın hansı şəkildə olacağını bəyan eləyir. Belə bir rəvayət var, deməli, buyururlar ki, bir bəndə olur, çox abid olan bir insan olur. Gecələr durub Allahına razı niyaz, ibadət eləyərmiş, ağlayarmış, gözünün yaşını tökərmiş. Gəlir şeytan onu
vəsvəsə eləyir. Şeytan onu vəsvəsə eləyir ki, bu qədər ağlayırsan, sızlayırsan, ya Allah, ya Allah, ya Allah deyirsən, çağırırsan. Bəs Allah sənə niyə cavab vermir? Elə bir ki, bu vəsvəsə oturur yerinə. Öz-özünə sual yaranır zeynində ki, doğrudan da mən bu qədər Allah'a çağıram, mənə niyə cavab vermir? O gündən bunun gecə namazları kəsilir. Bir gün, 2 gün, 3 gün, bir müddət kəsilir. Birdən deyir ki, ay Allah, narahatçılıq keçir ki, mən hər gecə qalxardım, Allahımı çağırardım, gözəl ibadətlər eləyərdim, razı niyaz eləyərdim. İndi mənim o namazlarım hara getdi? Çox narahatçılıq keçir ruhi cəhətdən və onun yuxusuna gəlir bir hatib, yəni müraciət eləyən səs gəlir. Səs ona müraciət eləyir, deyir ki, o ki gecələr ki, qalxırdın, ya Allah, ya Allah, ya Allah deyib çağırırdın, gözünün suyunu tökürdün. O birisi gecə bir də qalxırdın, o biri gecə bir də qalxırdın. Bəs Allah Taala sənə cavab verirdi də. Hər dəfə ki gecələr qalxırdın, Allahın rəhməti idi. O ki gözlərindən yaş axıdırdın, Allahın rəhməti idi. Bunlar Allah sənə bu ilə cavab verirdi. Deməli ki, o ki biz Allahı çağırırıq, gözlərimiz kövrəlir, üzümüz kövrəlir, qəlbimiz kövrəlir, kövrəklik insanın üzündə göstərir özün. Və bu Allahın bəndəsinə olan bir işarəsidir. Zaten Allah eşidir bizi. Biz onu başa düşmürük ki, Allah eşidir, görür. Amma bunu bəndə dərk edib duymalıdır ki, o xüsusi halda ki, bəndənin üzündə yaranır. Səcdə halında xüsusən. Namazın səcdəsi digər səcdələrdən müəyyən qədər fərqli olmalıdır. Yəni, namazı da o cür qılmalısan, səcdəyə o cür getməlisən. Buradan haşiyə çıxım ki, kənardan baxan desin ki, bu namaz qılır. Yəni, nə tez-tez səcdəyə qalxıb, əyilib qalxmaq olmaz. Nə də uzun-uzun yatıb zamanda səcdədə başını qoymaq olmaz. Bir rəvayət var ki, o deyir ki, Allahın Rəsulu bir gün görür ki, bir nəfər namaz qılır, tez-tez başını qaldırır, qalxır, salır, səcdəyə qaldırır. Deyir ki, mən sanki bunu bir qarğa halında görürüm ki, qarğa başını dimdiyin vurur, yerə qaldıran bu şəkildə görürüm. Yəni, bu o deməkdir ki, səcdənin özünün, namaz halında səcdənin özünün xüsusi zamanı var. Amma o səcdə halında da bəndə bayaq dedi ki, zikr elədi ki, nədir? Allahın böyüklüyünün ən ali, ən uca halıdır ki, nədir? Allahın xüsusi rəhməti nazir olur orada. Namaz halında insan Allah ilə munis olmağı bacarmalıdır. İnsan əgər Allahı ilə razı niyaz edə bilmirsə, o namaz onu qaldıra bilməyəcəksə, onun namazı namaz olmayacaq. Namaz elə bir haldır ki, o namazda insan dünyada olan baş verən hər bir şeyi unutmalıdır. Hər bir şeyi qoyursan qırağa, dəstəmaz alıb gəlirsən, ya Bismillah, Allah Ekber deyirsən, keçirsən namazı. Namaz buna görə deyirlər, müminin meyracıdır. Namaz özü meyracda vacib olub. Allahın Rəsulu meyraca gedib, ona namaz vacib olub. Eyni zamanda müminin özünün meyracıdır. Yəni, insanın ruhunu yüksəkliyə aparan bir səbəb, bir vəsilədir namaz. Və namaz halında, namaz barəsində çox sayda hədislər var. Və Quran-ı Kərimdə də ayələr var. Namaz bəndən hansı hallarda ki namaz qılmalıdır. Günün o 5 vaxt namazı ki nazil olubdur. O 5 vaxt namazın da özünün zamanları var. İndi bu artıq təqibatlar mövzusudur. Görürsünüz, sübh namazında var ki zamanını Allah göstərir, deyib, xəbər verib. Amma ondan sonraki o təqibatlar da buraxılır bəndənin ixtiyarına. Sübh namazından sonra müəyyən təqibatlar var ki, 2 rükət buyurulub və sübh namazından öncə çox gözəldir ki, sünnət namazı qılarsan. Sübh namazının sünnəti təkid olmuş bir haldır. Olar ki, digər namazların sünnətini, nafiləsini qıla bilməyəsən, amma sübh namazının sünnəti təkid olunmuş haldır. Sübh vaxtı gecədən ayrılırsan, artıq
günün açılan vaxtı, gündüzə keçən vaxtı, tulu eləyən vaxtı Allaha həmd səna eləyirsən, gündüzün ilk namazıdır və ondan öncə də o sünnət namazını qılmaq təkid olunubdur. Ümumiyyətlə, nafilə namazları barədə sual verirlər. Hədislər var ki, bu barədə ki, nafilə namazları nə üçündür? Deyir, o namazlarda ki, fikrin dağınır, nafilə namazları vacib namazlarda dağınıq fikrimizin ki, zamanı ki, o razı niyazı pozulur, onu ödəmək üçündür nafilə namazlar. Əgər imkanın varsa, nafilə namazı da qıl. Yoxdursa, namazı o şəkildə qılasan ki, nədir? Namaz öz halında qala. Namaz səni meyraca qaldıra. Və meyraca, bəndə ki, qalxır, ruh ki, qalxır, gedir meyraca, o gözəllikləri seyr edir. O namazdan sonra da daha digər namaza qədər o halı saxlayır. Və o bəndə daha o cür namazı qılan bəndə günaha getməz. Ona görə də deyirlər ki, namaz qılan günah etməməlidir. Namaz qılan, söhbət namazdan gedir. Hansı namazdan? Meyraca qaldıran namazdan ki, ruh ki qalxır meyraca, gedir orada paklanır, təmizlənir, saflanır, gəlir və digər namaza qədər özünü qoruyub saxlamalıdır. Bu namazın bir kriteriyalarıdır. Təşəkkür edirik. Həqiqətən də Kəmal xanım, bugünkü mövzu namazın əhəmiyyəti insanı bir qədər düşündürdü. Çünki qıldığımız Peyğəmbər sallavatullahdan da olan o hədisin lap yerinə düşməsi insanı birazca da düşündürür ki, qıldığın namaza diqqət edəcəksən. Ki, ilk öncə aldığın dəst namazdan sonda etdiyin səcdələrə qədər. Təşəkkür edirik. Bugün bizim verilişimizə gəldiniz və bizə namazın əhəmiyyətindən danışdınız. Çox sağ olun, əzizim, minnətdarım mən də sizə və sizin kollektivə. Və onu da deyim ki, namaza gəlmək üçün dünyadan gerək qopaq, gələk. Dünyanın çətinliyi, müşküllüyü, əziyyətləri imkan vermir ki, bəndə namaza gəlsin, namazı qılsın. O gözəl meyraca qaldıran namazı qılsın. Və o namaza nail olmaq üçün onda dünyanın çətinliyini, müşkülünü bir yana qoyub ona əhəmiyyət verməyəsən. Gəldi, gedən. Sanki kənardan baxırsan ki, o karvan gəlir, gedir. Dəvə karvanı deyim, maşın karvanı deyim, gəlir də, gedir də. O problemlərə, müşküllərə kənardan durub bir baxasan ki, gəldi, getdi. Bu gedəcəksə, narahat olma, arxası yenə gələcək. Ona görə də hər bir halda hazır olasan ki, o da gələcək və gedəcək. Və əsas bəndəyə qalan onun namazı olacaq, Allah ilə razı niyazı olacaq. Deməli, bir arzu eləyirəm mən sizlərə, bizlərə. Həm arzu edirəm, həm tövsiyə edirəm ki, neyiniyək? Dünyanın problemlərinə, müşküllərinə əhəmiyyət verməyək. Və qəlbimizə çox arzulara bağlamayaq ki, arzular həyata keçməyəndə müşküllər, düyünlər yaransın. Çox istəklər etməyək. İstəyimiz yalnız Allah olsun. Allah, onun razılığı, ona qovuşmaq, liqaullaha yetişmək. Və kamilliyin hədəfi də budur ki, Allahla görüşə nail olmaq. Allah bizə nəsib eləsin və o mərifətə yetişdirməyi də, o mərhələyə çıxmağı da bizə qismət olsun. Dualara sadəcə və sadəcə amin deməkdən başqa əlimizdən heç nə gəlmir. Sizlərlə xudahafizləşmək istəyirik. Amma öncə elə o gözəl duaların sonunda biz də öz duamızı edək. Allah ibadət və itaətlərinizi qəbul etsin, əziz izləyicilər. Sağ olun, salamat qalın. Gələn verilişdə görüşmək ümidi ilə.